Əgər sizdə də kassa çekində nağdsız dövriyyə ilə postterminal məbləğindən bank hesabına daxil olan məbləği arasında fərq varsa, bu xırda görsənən böyük bir problem ola bilər. Mühasib həmkarlar və sahibkarlar tərəfindən ünvanlanan müraciətlərdən biri belədir ki, bizdə kassa çekinin nağdsız dövriyyəsi ilə bank hesabına daxil olan postterminal məbləğləri arasında fərq vardır və bu da bizə vergi hesabatı zamanı problem yaşadır tipli müraciətlərdir. Məlum olduğu kimi bir çox obyektlərdə deyərdim kassa və postterminal aparatları ayrıdır və bu zaman satış əməliyyatları zamanı belə deyək, xırda nöqsanlara yol verilir. Əgər müştəri bizə postterminal vasitəsilə, yəni kartla ödəniş edirsə nağdsız formada, həmin anda da həmin məbləğ kassa aparatında satışı qeydə alınmalıdır. Lakin təcrübədən gördüyüm qədərilə bəzi belə deyək obyektlərdə postterminalla olan məbləğ kassaya vurulmur və yaxud da vurulsa belə qismən vurulur. İkinci nüans belədir ki, nağdsız kimi yox, nağd kimi vurulur. Bilməli olaraq bilmək lazımdır ki, postterminal aparatına vurulan məbləğ kassa aparatından nağdsız kimi qeydə alınmalıdır. Əks halda postterminal olan ödənişi kassaya nağd kimi vurmuş olsanız, o zaman bir müddət sonra belə deyək hesabatlarda, vergi hesabatlarında uyğunsuzluqlar aşkar ediləcək və eyni məbləğə görə 2 dəfə vergi hesablanmış olacaq sizə. Yəni hesablama metodu belədir ki, postterminal məbləği, yəni bank hesabına daxil olan postterminal məbləğləri plus kassanın nağd hissəsi. Yəni postterminal ödənişi kassaya düzgün nağdsız vurmaq lazımdır ki, məbləğlər düz getsin. Əlavə olaraq onu bildirmək istərdim ki, yəni bir çox sahibkarlar belə deyək, postterminala vurur, lakin kassaya məbləği vurmur, satışı vurmur. Lakin bilmək lazımdır ki, vergi orqanı tərəfindən pərakəndə satışı təsdiq edən kassa qəbzidir. Yəni postterminal qəbzi sadəcə ödəniş alma vasitəsidir. Postterminal belə deyək, ödəniş alma vasitəsidir. Bu kimi problemləri ümumiyyətlə əvvəlcədən önləmək üçün ümumiyyətlə tövsiyə edərdim ki, gün sonu kassa çeki ilə postterminal, yəni gün bitdikdə belə deyək, postterminalın da gün sonuna baxılsın, kassa çekində də gün sonuna baxılsın ki, o məbləğ fərq varsa vaxtında aradan qaldırılsın.